Salam, bu günləri prediabet və yaxud da el arasında şəkərə meyillilik nədir? O haqqda danışmaq istəyirəm və bundan geri qayıtmaq mümkündürmü? Bu haqqda məlumat vermək istəyirəm. Bəli, prediabet çox geniş yayılmış və təəssüf ki, çoxlarımızın da xəbəri olmayan bir xəstəlik halıdır. Ancaq bunun həll etmək, erkəndən qabağını almaq və ağır xronik xəstəliyi olan diabetə keçməmək mümkündür. Bunun üçün hər zaman pasientlərimdən və məndən bu sualı verənlərdən xahişim olur ki, ilk öncə qidalanmalarına bir nəzər yetirsinlər. Gün ərzində lazım oldu, olmadı, atışdırmalıqlar, şəkərli qidaların qəbulu, şəkərli içəcəklər, abur-cubur qidalardan maksimum uzaq durmaq lazımdır. Qidamızdan şəkəri çıxartmaqla biz səhhətimizə böyük yatırım etmiş oluruq. İkinci, bunun qarşısını almaq üçün məqsədimiz və hərəkətimiz fiziki aktivliyin artırılmasıdır. Fiziki aktivliyin artırılması, oturaq həyat tərzindən çıxış bizim xilas yolumuz ola bilər. Ona görə də gün ərzində heç olmasa 10.000 addım atmağa çalışın, fiziki aktiv olun, sevdiyiniz idman növü ilə məşğul olmağa başlayın və bu da sizin ikinci böyük yatırımınız olacaqdır səhhətinizlə bağlı. Üçüncü əsas faktor gündəlik maye qəbuludur. Məlumdur ki, hipotalamusda acılıq və toxluq mərkəzləri yanaşı yerləşmişlər və bu nüvələrin yanaşı yerləşməsi də insanın öz hissiyatını düzgün anlamaması ilə nəticələnə bilir. Məsələn, biz acmışıq hiss ediriksə, əslində biz susamışıq hissiyatının siqnalını almış oluruq. Amma bu siqnalı düzgün anlamadığımıza görə yemək yeməyə başlayırıq və bu da bizim həm şəkərimizin yüksəlməsinə, həm də çəkimizin artmasına gətirəcəkdir. Buna görə də hər zaman acılıq reaksiyasına birinci olaraq su içməklə başlayırıq. Su içdikdən sonra əgər hər şey qaydasındadırsa, artıq acılıq hissiyatımız yoxdursa, belə davam edirik. Yox, ondan sonra qida qəbulu edə bilərik. Və gün ərzində suya olan tələbat hər kiloqrama 30-35 ml olaraq hesablanması lazımdır. Yay aylarında bu daha da arta bilər. Və dördüncü, ən sonuncusu yuxu rejiminin normallaşmasıdır. Yuxumuzu qaydasına qoyarıqsa, biz hormonal balansımızın düzgün olmasına şərait yaradacağıq və bunun nəticəsində hormonal status sabit olduğu təqdirdə gecə yemələrin qarşısı alınacaq, qan şəkərləri kontrollə alınacaq və gün ərzində 8 saat kəsintisiz yuxu olmaq şərti ilə gecə saat 11-dən başlayaraq yuxuda olmağa çalışın və bununla da hormonal səviyyənizin tarazlığını bərpa edəcəksiniz. Özünüzə yaxşı baxın, sağlığınızın qeydinə zamanda qalın və prediabet mərhələsinin şəkərli diabetə çevrilməsinin qarşısını alın. Sağ olun.